قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Uca Yaradanın adıyla. Salam əziz tamaşaçılar və hürmətli dinləyicilər. Muxtəsər və faydalı təfsir proqramı ilə yenidən sizinlə birlikdik. Bugündən etibarən Qur'anın Ələq surəsinin tərcümə və təfsirinə başlayırıq. Bu surə 19 ayədən ibarətdir və 6 hissədə təfsir ediləcək. Birinci hissə. Ümid edirik ki, dərsin sonunda aşağıda qeyd edilən suallara cavab tapa biləcəksiniz. Həzrəti Peyğəmbərə sallallahu aleyhi və səlləm nazil olan ilk surə hansı olub və onun əsas mövzusu nədən ibarətdir? Rəvayətlərdə Ələq surəsini oxumağın fəziləti haqqında nə deyilir? 3. Ələq sözünün neçə mənası var? Sözü gedən surənin təfsirini izləməyə davam edin. Ələq surəsi 1-5 ayələrin tərcümə və təfsiri. Bismillahirrahmanirrahim. İqra bismi rabbikellezî halaq. Halaqal insâne min alaq. İqra ve rabbukel ekrem. Ellezî alleme bil kalem. Allemel insâne mâ lem ya'lem. Bismillahirrahmanirrahim. 1. Oxu Yaradan Rəbbinin adıyla. O, insanı laxtalanmış qandan yaratdı. 3. Oxu sənin Rəbbinin hamıdan əzizdir, kərimdir. 4. O Rəbbi ki, qələmə yazıb oxumağı elmi öyrətdi. 5. İnsana bilmədiklərini öyrətdi. Amma bu surənin məzmunu təfsirçilər arasında məşhur nəzər budur ki, Ələq surəsi İslam Peyğəmbərinə sallallahu aleyhi və səlləm nazil edilən ilk surədir və onun məzmunu da bu mövzunu təsdiqləyir. Surədə ilk öncə Peyğəmbərə oxumaq göstərişi verilir. Daha sonra bu əzəmətli insanın bir damla dəyərsiz qan laxtasından yaradılmasından söhbət açılır. Növbəti ayələrdə insanın Allahın lütf və mərhəməti sayəsində təkamülündən, onun elm, bilik və qələmlə tanışlığından bəhs olunur. Sonrakı mərhələdə bu qədər nemətlərə, ilahi lütflərə baxmayaraq həddini aşan naşükür insanlar haqqında anlaşılır. Eyni zamanda da insanların hidayətinə, yaxşı əməllərinə məna olanların şiddətli şəkildə cəzalandıracaqlarına toxunulur. Surə Allaha sadəcə və onun dərgahına yaxınlaşmaq əmri ilə sona çatır. Amma Ələq surəsinin oxumağının fəziləti. Bu surəni oxumağın fəziləti haqqında İmam-ı Sadiqdən
nəql edilən rivayətdə deyilir. Qalə mən qara'a fi yevmihi əv leylətihi iqra bismi rabbik thumma mate fi yevmihi əv fi leyletihi mate şəhiden və bə'athahullah şəhiden və əhyahu şəhiden və kânə kəmən darabə biseyfihi fi səbilillahi teala mə'ə Rasulullah. Kim İqra bismi Rabbikə surəsini gündüz yaxud axşam oxusa və dünyasını dəyişsə, şəhid olaraq dünyadan köçmüşdür. Allah Taala onu şəhidliklə rizvəsinə yüksələdər və şəhid olaraq onu məbus edər, dirildilər. Qiyamət günü isə qılıncı ilə Allah yolunda peyğəmbərlə birlikdə cihada edən şəxs kimidir? Səvabül Əmal kitabı səhifə 124. Bu surə ayələrindəki müxtəlif ibarələr münasibəti ilə ələq və iqra və ya qələm olaraq adlandırılmışdır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Cəbrail ilk dəfə nazil olanda mənə dedi oxu. Dedim ki, bacarmıram. Məni 3 dəfə ağuşuna sıxandan sonra oxuya bildim. Növün adlı təfsir kitabında yazılır. İnsanın yaradılışı nəzərdə tutduqda Allah özünü Kərim, əziz adlandırır. Ya eyyuhal insanu ma garraka bi rabbikal kerim ellezî halakaka fasavvaka faadalaka. Ey insan, səni Kərim olan Rəbbinə qarşı məğrur edən nədir? O Allah ki, səni yarattı, bədəninin üzvlərini düzəltdi və qaydaya saldı. İnfitah surəsi 6 və 7-ci ayələr. Mövzuu oxumaq, öyrənmək və qələm olduqda isə Allah Taala özünü Əkrəm, yəni daha əziz, daha kərim adlandırır. İqra və Rabbukal Əkrəm əlləzi alləmə bil qələm. Oxu, sənin Rəbbin hamıdan əzizdir, kərimdir. O Rəbbi ki, qələmlə yazıb oxumaq elmi öyrətdi. İşini oxumaq, elm və qələmlə başlamaq İslamın iftixarlarındandır. Allah Taala'nın Peyğəmbərə ilk göstərişi elm və mədəni maarif göstərişi olmuşdur. Həzrəti Peyğəmbərin sallallahu aleyhi və səlləmin qarşısında oxumaq üçün açılan ilk loh nəzmili və yazılıydı. Ayədəki oxu əmrində Peyğəmbərə sallallahu aleyhi və səlləm nazil ediləcəklərin sadəcə bilməli və öyrənməli deyil, həm də oxunulmalı olduğu vurğulanır. Ələq sözü üçün bir neçə məna qeyd edilmişdir. 1. Yapışqan. Burada Həzrəti Adəmin əla nəbiyyina və alihi və aleyhissalatın yapışqan cildən yaradıldığı və ya kişinin
zəliyə bənzər nütfəsinin qadının nütfəsinə yapışması nəzərdə tutulur. 2. Qatı və laxta qan mənası nədir? Adətən ayədə bu məna nəzərdə tutulur. Laxtalanmış qandan insanı yaradan Allah dərs oxumamış şəxsə oxu əmri verir. Elm öyrənməyə, təhsilə Allahın adı ilə başlamaq lazımdır. Oxu yaradan Rəbbinin adı ilə təhsilini, təbliğini başa vuranlar, məzunlar da bu yolda addımlamalıdırlar. فَإِذَا فَرَغْتَ فَانْصَبْ وَإِلَى رَبِّكَ فَارْغَب. Elə ki, təbliğ işlərindən azad oldun, çalış və öz Rəbbinə rəğbət göstər. İnşirah surəsi 7 və 8-ci ayələr. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Ələq surəsinin təfsirini növbəti proqramımızda davam etdirəcəyik. Allaha amanat qalın.